Dostlar, yenidən xoş gördük hər kəsi. Chessborn TV-də bugün çox maraqlı bir oyun analizi var. Bildiyiniz kimi hazırda Rumıniyanın Eforia Nord şəhərindəyik və bu şəhərdə kişilərin şəxsi Avropa çempionatı keçirilir. Avropa çempionatının 5-ci turunun oyunlarına yekun vuruldu. Bu turda həmyerlimiz Məhəmməd Muradlı Çexiyanın ən güclü şahmatçısı sayılan David Navara ilə qarşılaşdı və bu videoda həmin oyunun analizini sizlərlə paylaşacağım. Bizləri maraqlı və taktikalarla dolu bir oyun gözləyir. Hər iki şahmatçı yetərə qədər aqressiv oyun stilli şahmatçıdır. Görək yekunda nəticə nə cür oldu. Bu videonun ən az 500 like hədəfi var və bu hədəfə çatmamıza dəstək olacağınıza təbii ki inanırıq. Bundan da əvvəl olaraq videonu bəyənib kanala abunə olub bildirişləri açmaqla kanalımıza dəstək olmuş olarsınız. Hazırsınızsa oyuna keçid alırıq. Məhəmməd ağlarda, Navara qaralardadır. At F3, J6, S4, Fil J7, D4, At F6, At C3 isə D5 gələn Navara Grünfeld açılışını seçir. D5-dən sonra piyadalar dəyişir. Mərkəzdə SD, At D5, Y4, ata hücum var. At C3, BS, S5 yeşilə. Təbii ki, burada qaraların məqsədidir ki, ağlar DS vurandan sonra Fil C3 şah 2 qat zərbə ilə burada A1-dəki topa zərbə endirsinlər. Məhəmməd isə S5-ə H3 oynayır ilk növbədə. Fil J4 kimi yerişlərin qarşısını kəsmiş olur. Davamında qala qurma, Fil Y2, At C6, D4 xanasına təzyiq bir qədər də artmış olur. Hal-hazırda Navara 4 dənə figurla D4-dəki piyadaya hücum edir. Məhəmməd isə müdafiənin də sayını 4-ə çatdırır. Həm fil, həm vəzir, həmçində piyada ilə müdafiə edirik D4-dəki mərkəz piyadamızı. Piyadalar dəyişir. CD, CD, vəzir A5, şahımıza hücum var. Fil D2 ilə Məhəmməd müdafiə olunur. Vəzir A3-dən sonra D5 yərək A1-dəki topunu boşda saxlayır. Əgər qaralar fil A1 vurarsa, fil A1-dən sonra vəzir A1 ata hücum var. Atın qaçacağı halda növbəti yerişdə qalamızı qururuq. Nəyə görə birbaşa fil H6 oynamıram? Çünki fil H6 oynasaq at C2 yerişi var burada. 2 qat zərbə ilə vəzirimizi itirərik. İlk növbədə qalamızı qururuq və növbəti əmrlərdə fil H6, topa hücum və vəzir J7 kimi ideyalar ortaya çıxa bilər. Buna görə də Navara D5-dən sonra atını mərkəzdə yerləşdirir və at Y5 oynayır. Qala qurma, at F3, fil F3, rəqib isə fil D7 oynayır. Yenə də fil A1 variantı var idi. Çox maraqlı bir variantda fil A1, vəzir A1, F6-dan sonra ağlar oynayır burada top B1 və fil H6 yerişlər var. Fil H6, top F7, top C1 kimi yerişlərlə oyunu davam etdirmək mümkün idi. Amma Navara bu mövqedə A1-dəki topu vurmaqdansa fil D7 oynayır. Bir qədər qara xanların boşluğundan ehtiyat eləyir. Fil D7 topumuzu zərbə altından çıxardırıq. Top B1, vəzir A2 isə top B7 vuraraq hal-hazırda piyadaları dəyişdirmiş sayılırıq. Topumuz 7-ci xəttə çox aktivdir. D7-də filə zərbə endirir. Fil A4 vəzirimizə hücum var. Vəzir isə gəlir Y1 xanasına. Top F5-8-də Navara topları dəyişdirməsi təbii ki 7-ci xəttə topumuz güclüdür. Burada Məhəmmədin top 7 kimi şansları ola bilərdi. Yəni vura bilərdi top 7, amma şahmatçımız topları ilk növbədə dəyişdirir və daha sonra fili F4 xanasına yerləşdirir ki, filimizi oyuna çıxartsın və B8-də topa zərbə endirsin. Top Y8, vəzir A5 hal-hazırda bağlama var. Fil rahat hərəkət edə bilmir. A2-də vəzir boşdadır. Fil B3-dən sonra Navara vəzirləri dəyişdirmək təklif edir. Məhəmməd isə vəzirini S7 xanasına çəkir. Vəzir B5 oynasa daha səriqə ola bilərdi, amma vəzir S7-nin də təbii ki istəkləri var. Burada Y7 və Y7 piyadalarına hücum var. Həmçində gələcəkdə vəzir D7 yerişi ilə Y8-də topa hücum etmək və topun da qaçacağı halda Y7-dəki piyadanı götürmək mümkün ola bilər. Vəzir S7 davamında fil D4, F2 piyadasından hücum var ki, top rahat oyuna çıxa bilməsin. Top C1-ə vəzir F2 kimi yerişlər var burada və fil F2. Məhəmməd isə fili Y3-ə gətirir, rəqibin qara filindən bir qədər ehtiyat edir və filləri dəyişdirir. Düzdür, piyadalarımız qoşalaşır, amma əvəzində F xətti top üçün açılır. Rəqib isə oynayır A5, yavaş-yavaş cinahdakı keçid piyadasını irəli aparır vəzirə tərəf. A5-dən sonra Məhəmmədin fil J4 yerişində çox maraqlı bir fikir var. Məsələn, deyə qaralar burada A4 oynasalar birbaşa uduza bilərlər. A4 yerişindən sonra ağların fil Y6 fikri var. Fil Y6-dan sonra nə istəyir? Təbii ki, Y7-də piyadanı vurmaq istəyir. Fil F7, daha sonra fil Y8. Qaralar əgər F-yə vurarsa ağlar oynayır vəzir S6. Fili qurban verir və 2 qat zərbə ilə həm Y8-də topa, həmçinin də Y6-dakı piyadaya zərbə endirir. Topun qaçacağı da, məsələn, top B8-ə gəlsə, vəzir Y6 şah, şah çıxır J7-yə, top F7 şah, şah H6-ya çıxanda vəzir Y7, vəzir H4 mat fikirləri lövhədə olur. Məsələn, qaralar gəlsə vəzir A1, şah H2, vəzir əgər Y1 xanasına gəlsə ki, burada matı saxlasın, əvəzində isə top H7 ilə cavab verib rəqibi mat eləmək mümkün. Həqiqətən də fil J4 girişindən sonra fil Y6 ideyası əla bir ideyadır.
Rəqib isə vəziri D2 xanasına gətirir. Yenə də fil E6 gedişi var idi, amma Məhəmməd ilk növbədə vəzir S5 oynayaraq G3-də piyadasını müdafiə edir və Y7 ilə A5-də hücumu davam elətdirir. Rəqib isə fili C2-yə gətirir. Fil C2, fil Y4 fikri var ki, gələcəkdə vəzir J2 mat ideyaları ortaya çıxsın. Məhəmməd topunu F4-də saxlayır. Top F4 ilə Y4 piyasını qoruyuruq. Navarra isə A4 ilə bir qədər səliqəsiz oynayır. Lövhədə ən yaxşı gedişlərdən biri H5 idi ki, ağların təhlükəli o ağ filini oradan qova bilsin. Amma A4 gedişdən cavab verir Navarra. Məhəmməd isə düzgün şəkildə şahını H2-də yerləşdirir. Şahımızı gizlədirik. Növbəti həmlə isə J5 olur və J5 gedişi kobud səhvdir. J5-dən sonra hal-hazırda Navarranın 4 dəqiqə 35 saniyə vaxtı qalıb. Məhəmmədin isə 8 dəqiqə vaxtı var. Oyunda 28 gediş tamamlanıb. Daha 12 gedişdən sonra tərəflər vaxt artacaq. Artıq vaxt azaldıqca təbii ki, istər-istəməz yanlış gedişlər ortaya çıxa bilər və ilk səhv Navarradan gəlir. J5-dən sonra topumuza hücum var. Burada adamın ilk ağlına gələn odur ki, səhv nədədir? Ağların bir dənə düzgün gedişi var. Təəssüflər olsun ki, Məhəmməd bu gedişi tapa bilmir. İlk növbədə vəzir C6 gəlmək lazım idi. Vəzir C6-dan sonra topa hücum var idi. JF vuracağı halda vəzir Y8, şah Ş7 gedişinə isə fil H5 ilə növbəti həmlədə vəzir F7 fikirləri ola bilərdi. Ağlarda əla bir üstünlüyü var. Məsələn, vəzir Y3-ə, vəzir F7, şah H6 xanasına qaçanda fil qayıdır F3-ə buraları qorumaq üçün. Fil Y4 vuranda isə ağlar oynayır. Vəzir F8, şah Ş6, vəzir J8, şah F6, vəzir Y6, şah və davamında da Y4-də fili götürmək. Təbii ki, gördüyünüz kimi uzun bir hesablamada təxminən 10 gedişə yaxın olan bir hesablamada vaxt azlığında bu gedişi oynanılmaması da təbii ki, başa düşüləndir. Və üstəlik burada belə bir ardıcılıq var idi ki, vəzir C6-ya deyək ki, top D8-ə gəlsəydi, həmin halda yenə də bir dənə düzgün gediş var. Həmin gedişdə vəzir H6-dır. Vəzir H6-dan sonra burada fikir nədir? JF vuranda fil F5 və vəzir H7 matdan demək olar ki, çıxa bilmir. Y6 oynayanda fil H7 şah, şah qaçır fil J6, bir daha qaçdı təzdən şah, şah gedir F8-də, vəzir F7. Bax, belə bir çox gözəl bir ideya var idi, amma təəssüflər olsun ki, şahmatçımız belə oynamır. Amma maç davam edir ələdə. Top F5 oynayır ilk növbədə. Y4-ü verir, J5 istəyir. Baxırıq, fil Y4, top J5. Çox da uzun çəkmir Navarranın növbəti səhvi. Burada şah H8 oynamalı idi, amma filini J6-ya gətirir. Məhəmməd isə bu dəfə artıq oyunun sonuna qədər heç bir gediş səhvi yol vermir. Fil D7, topa hücum var. Top A8-dən sonra filini yerləşdirir C6-da. Hal-hazırda topu istəyir və Y7-dəki piyada da müdafiəsi qalıb. İlk növbədə təbii ki, fil D7 gələndə topa hücum var idi. Top qaçandan sonra Y7-də piyada boş qalırdı. Fil C6-ya isə Navarradan daha bir kobud səhv gəlir. Bu vəziyyətdə vəzir A5 oynayaraq vəzirləri dəyişdirməyi təklif edir David Navarra. İstəsəniz bu vəziyyətdə videonu saxlayıb özünüz də fikirləşə bilərsiniz. Ağlar üçün çox maraqlı bir taktika var. Məhəmməd təxminən nə qədər hesablayır? Arasa 2 dəqiqə yarım hesablayır və bu taktikanı həyata keçirər. Demək olar ki, oyunu bitirir. İlk növbədə vəzirlər dəyişir. Növbəti yerişdə həqiqətən də çox sadə və əladır. İlk növbədə D6 gəlir. D6 ilə J5-dəki topumuz boşda qalır. Amma rəqib top J5 vuranda top J5-dən sonra ağlar oynayır. D7 və piyada bir gedişə vəzirə çıxır. Əziz şahmat-sevərlər, həqiqətən də əla bir fikirlə şahmatçımız oyuna davam edir. Oyunda da məhz bu gedişlər olur. D6 gedişinə deyək ki, topu məsələn A8-ə gətirə bilmir. Fil var burada. Y7 vurarsa A5-ə top boşda qalır. Top A6 da gəlsə yenə də vururam D-yə və piyada vəzirə çıxır. F6 da müdafiə üsulu deyil. Çünki Y8 vəzirdən sonra fil Y8 olmur. Şah zərbə altında qalır. Oyun isə bu ardıcıla davam edir. Top J5, D7, şah Ş7, D8 vəzir. Top Y5 oynayır David Navarra Y3-də piyadanı vurmaq üçün, amma Məhəmməd fil A4 rahat götürür. Çünki qaralar top Y3 vurarsa vəzir D4-dən sonra 2 qat zərbə ilə Y3-dəki topu da itirə bilərlər. Fil A4-dən sonra F6 Məhəmməd vəziri D4-də gətirir. Fil Y4, fil B3, fil J6 vəziri yerləşdirir. C4-dəki vəziri aparsın J8 xanasına. Top Y3 vəzir J8, şah H6, bir dənə də şah, şah qaçır daha bir şah. Şah da vura bilməz. 2 qat zərbə ilə burada həm şaha, həmçində Y3-dəki topa hücum ola bilərdi. Onsuz da fərq etmir, yəni ağlar üçün tərtəmiz uduşdu vəziyyət. Şah F5, Məhəmməd fil C2 şah verir, şah Y6-ya isə vəzir J8 gedişi oyunun son gedişi olur əziz şahmat sevərlər.
Və J8-dən sonra şah zərbə var. Şahın qaçacağı bir normal yeri yoxdur ki, J6-nı saxlaya bilsin. Davamında da təbii ki, bu cür gedişlərlə oyunu qələbə ilə bitirmək mümkündür. H xəttinə də çox güclü bir keçid piyadası var. Yekunda isə həm yerlimiz 45 geçə David Navaranı məğlubiyyətə uğradır. Və sonda Məhəmməd bu qələbə ilə aktivindəki xalların sayını 5 oyundan sonra 4,5-ə çatdırır və hələ qarşıda daha 6 tur var. Həm Məhəmmədə, həmçində digər şahmatçılarımıza uğurlar arzu edirik dostlar. Hər gün bu turnir kanalımız vasitəsilə canlı yayımlanır. Canlı yayımlar isə Bakı vaxtı ilə 18:30-da başlayır. Yayımları izləməyi və şahmatçılarımıza dəstək olmağı unutmayın. Siz isə oyun barədə fikirlərinizi mütləq şəkildə rəy bölməsində qeyd edin. Bundan da olaraq videonun 500 like hədəfi var idi və sizlərdən də bu like hədəfinə çatmağınızı xahiş edirik. Bu cür videoların davamı üçün təbii ki, videonu bəyənib kanala abunə olub bildirişləri açmaqla bizə bir mesaj ötürmüş olarsınız. Özünüzə yaxşı baxın. İnşallah növbəti videolarda və canlı yayımlarda görüşənə qədər hələlik.